YouTube'da yerləşdirdiyim videolar tez-tez çıxmırdı. 2 aydan bir vaxt olanda çəkirdim, özüm montaj eləyirdim, qoyurdum. Amma uşaqlarla işləməyə başlayandan sonra elə bir 100 min izləyici var idisə, bir ildən sonra oldu 1 milyon. Mən bir xaç bişirmişdim, onu bölüşdüm YouTube'da. O xaç 8 milyon baxış yığmışdı. Mənim bir dostum var, ideal yoldaş axtarır. Həm qəşəng olsun, həm atası pullu olsun, həm boyu buxunu olsun, dünya görüşü olsun. İndiyə kimi 40 yaşı var, subaydır. Axtarır elə. Mənim adım Kənandır. Mən ailə başçısıyam. 2 övladım var, onların atasıyam. Mən özümü ancaq birinci belə görürəm. Sonrasına dostlarım üçün dostam. İşdə də işçiyəm, müdürəm, fərq etmir. Belə. Başqa cür mən özümü. Bürcümü sən soruş, deyim sənə əqrəb bürcüyəm. Belə informasiya xətrinə. Hansı layihələrin rəhbərisiz? Hal-hazırda 2 restoran işlədirik. Burger Bəydə adı, burger satırıq. İndi başqa layihələrimiz də var. Bu yaxınlıqlarda açılacaq. Özünüz görərsiniz. Amma öncədən informasiya vermək istəmirəm. Həmçinin mən bir şirkətin direktor vəzifəsində çalışıram, hansı ki ticarətlə məşğuldur. Buna mən heç vaxt bir iş baxımından baxmamışam. Yəni mənim öz zövqümə uyğun bir hobbi deyək də, bir hobbi olub, yəni bişirdiklərimizi dostlarımızla məsləhət görüb ki, Kənan səndə yaxşı alınır. Çək bölüş insanlarla və biz də başladıq bölüşməyə və gördük ki, insanlardan gözəl, necə deyərlər, geri dönüşlər oldu. Motivasiya verdilər, dəstək oldular. Elə insanlar var ki, deyirdi ki, Kənan, biz baxırıq sənə, dincəlirik. Və orada da səmimiyyət hiss edirdilər. Yəni, mən orada pul güdüb nəsə eləsəydim, bəlkə də maraqlı olmazdı. Mən tam sərbəst, tam səmimi insanlarla oldum. Ona görə geri dönüşünü hiss elədim və mənə güc verib qabağa getməyə imkan yarandı. Məndə nənə xeyir-şər işlərində aşpaz olub, yəni ki, dəstək yemək pişirib eləyib. Bizim dayılarımız, əmlərimiz hamısı bir-biri ilə rəqabət aparıb ki, kim yaxşı pişirir, kim pis pişirir kababı, filan dayı yaxşı pişirir filan. Biz o mühitdə böyüdüyümük deyə bizə də o keçib. Yəni, biz çalışmışıq ki, yaxınlarımızı, dostlarımızı sevindirək dadlı yeməklərlə. Bu işdə belə bir şey olmalıdır ki, partlayış olmalıdır. Arada sən bir dəstək alırsan. Mən bir xaç bişirmişdim, onu bölüşdüm YouTube'da. O xaç 8 milyon baxış yığmışdı. O ərəfədə, yəni ki, mənə də maraqlı idi. Girirdim, baxırdım, xaç yazırdım ki, görüm mənim xaçımdan çox baxış, kiminsə xaşı varmı? Yox idi. Ən birinci